Salam dəyərli izləyicilər, hörmətli kanalımızın abunəçiləri, növbəti bir mənzildə hamınızı salamlayırıq. Bugün Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi Əsəd Əhmədov küçəsində yeni tikili 18 mərtəbəli binanın 4-cü mərtəbəsindəyik. Burada qanuni bir otaqdan 2 otağa düzəlmə, yeni təmir olunmuş və təmirdən sonra yaşayış olmayan bir mənzillə qarşınızdayıq. Mənzil qanuni bir otaq olub, 2 otağa pirdiolka olunub, yeni təmir olunub, təmir zamanı keyfiyyətli materiallardan istifadə olunub. Sənəd kupça çıxarışdır, qeydiyyatda heç kim yoxdur, birbaşa notarial qaydada alqı-satqı edib mənzilə köçə bilərsiniz. Hal-hazırda giriş hissəsini görürsünüz, koridor hissəsini görürsünüz. Baxın, belə bir giriş koridor hissəsi mövcuddur və bütün otaqların girişi koridor dəhliz hissədəndir. Burada mənzilin mətbəx hissəsi, yataq otağı, qonaq otağı yerləşir. Yataq otağından eyvana çıxış var. Mənzil orta mənzildir, qarşısı açıdır və panoraması möhtəşəmdir. Qarşısını heç bir maneə kəsmir. Baxın, giriş hissədən daxil olduqda sol hissədə sanitar qovşağı yerləşir. Belə bir sanitar qovşağı var. Lazım olan bütün aksesuarlarla təmin olunub. Döşəmə istifoldan ibarətdir. Bu şəkildədir. Burada mənzilin qonaq otağı yerləşir. Kifayət qədər geniş sahəyə malik qonaq otağı var. Lazım olan əşyalarınızı rahatlıqla yerləşdirə bilirsiniz. İstilik sistemin fərdi olaraq kombidir. Kombi batareyalar quraşdırılıb. Orta mənzil olduğu üçün bir o qədər də istilik təchizatına ehtiyac olmayacaq. Belə bir geniş qonaq otağımız var. Qazı, suyu, işığı daimidir. Yeraltı dayanacaq var, həyət var, 2 lift var binada. Burada mənzilimizin mətbəx hissəsi yerləşir. Baxın, bu şəkildədir mətbəx hissə. Baxın. Dartma tavanla yığılıb. Tavan hissəsi. Soyucu üçün ayrılmış zolaq var. Paltar yağ maşını üçün ayrılmış zolaq var. Lazım olan aksesuarlarla təmin olunub. Burada aspirator da var. Yəni, gördüyünüz kimi bu şəkildədir. Havalandırma hissəsi də mövcuddur. Burada isə mənzilimizin yataq otağı yerləşir və yataq otağından eyvana çıxış hissə var. Baxın, bu şəkildədir yataq otağımız. Baxın, belə bir yataq otağı mövcuddur. İndi isə keçək mənzil haqqında ümumi məlumat və qiyməti sizlərə qeyd edəcəm. Mənzilimiz Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, Əsəd Əhmədov küçəsi, 77 nömrəli avtobusun son dayanacağına yaxın. Yeni tikili 18 mərtəbəli binanın 4-cü mərtəbəsində 61 kvadrat ümumi sahəyə malik qanuni bir otaqdan 2 otağa düzəlmə kupçalı bir mənzili sizlərə təqdim elədik. Başlanğıc qiymət aşağıda əlavə məlumat bölməsində qeyd olunacaq və real alıcıya endirim olunacaqdır. Daha dolğun və ətraflı məlumat üçün qeyd olunan nömrə ilə əlaqə saxlayın. Açar bizdədir, gün ərzində mənzilə əyni şəkildə baxmaq mümkündür.